Ay sağ ol Aynur, getir. Buyur. Nuş olsun Vedat dayı. Sağ ol, sağ ol. Aynur, Ayşe dur uykuda. Ha uyanıp. Uyanıp. Ha, Yine gelsin baba gözlüyor seni. bir dakika çağır. Sabahın xeyir baba. Ay abadın xeyir. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşıyam. Nəsə olub? Yox, hiçbir şey olmuyor. Seninle söhbət eləmək istəyirəm. Hə. Eşidirəm. Aysu, bax bilirsən baba səni nə qədər istəyir. Heç Bilirəm. mənə belə gəlir, bunu deməyə də ehtiyac yoxdur. Sən nə desən, baba onu eləməyə hazırdır. O vaxtı o Əmraha nişanlanmağa da, onunla ailə qurmağa da mən özüm razılıq verdim. Dedim, əgər mənim nəvəm istəyirsə, elə də olacaq. Amma indi biraz vəziyyət başqa cürədir. Dünən Əmrahan anası bizə gəlib. Əmrahan anası bizə gəlib. Mənim niyə heç nədən xəbərim yoxdur? Anam da heç nə deməyib mənə. Mən özüm ona tapşırdım ki, sənə deməsin. Mən özüm səninlə söhbət edeyim. Başa düşmədim. Əmrahan anası bizə niyə gəlib ki? Nə olmuşdu ki? Bilirsən, gəlib özü də burada biraz hayasızlıq edeyim. Özüm pis aparım. Anana ağzından çıxanı deyim. Amma Aynur sağ olsun ki, özün mədəni aparıb, ona pis cavab verməyim. Ona görə qızım, mənə belə gəlir ki, bu baş tutan işə oxşamır. Bax, gənə özün bilərsən, ha? Sən bilirsən ki, mən sənin xətrimə heç vaxt dəymərəm. Sən necə istəsin, elə də olacaq. Amma mən görürəm ki, bu qadın istəmirsiniz, xoşbaxt eləsiniz. Elə gəlir burada, bax, qarışıqlıq salır gəlir. Özə deyib ki, mən ölərəm, onları qoymaram, xoşbaxt olur. Gənə də özün fikirləş. Yaxşı. Yaxşı baba. Ay Rasim. Axı sənin o adamla nə işin var? Hə, nə işin var? Ay Allah özün qoru. Ay Allah özün qoru. Rasim, Nədir? Resul zibili bu qapıya niyə gəlmişdi? Hə? Nərəsi var? Necə yəni nə Resul? Çox gözəl bilirsən mən nədən danışıram. Öz baxmaqlığa qoyma. Az. Axmaq sənin demişdim. Deyəsən çoxdan da əlim dəymir ha sənə. Gizləyirsən. Dəysin də. Neyniyəcəksən? Yenə vuracaqsan. Mən amma sözümü deyəcəm. O adam xeyriyə gəlmir bu qapıya. Bunun sənə aidiyyatı yoxdur. Necə yəni yoxdur, hə? Mən sözümü deyə bilmərəm. Necə yəni mənə aidiyyatı yoxdur? Sən başa düşmürsən ki, o adam hər dəfə gələndə bir zibil çıxardır gedir. Dedim sənə aidiyyatı yoxdur. Arvadsan otur arvad yerində də. Sən deyəsən mənə başa düşmürsən, ha? Mən sənin arxanca türmələrə sürünməkdən yorulmuşam, başa düşürsən? O adam problem yaradır. İlahə. Dedim qələtivə elə otur yerində. Əlbəttə. Yenə zəhrimardan gətirmiş də, hə? Ha sən başa düşmürsən? Sakit dur. Ha danışma da, əsəblərinlə oynayırsan. Sənə dəxli yoxdur dedim. Öz işinlə məşğul ol. Türməyə gəlməyəcək, ancaq cəhənnəmə gəl. Tutulsam gəlməyəcək. Eşitdin məni? Gəlməyəcəm ki. Ha dedim gəlmə də cəhənnəmə gəl. Yox, gəlməyəcəm Rasim.
Əsmər, mənə inan, mənə güvən. İnan ki, hər şey yaxşı olacaq. Hər şey. Mən sənə inanıram. Çox inanıram. Mən gedim. Yaxşı, Hələlik. hələlik. Əsmər, yaxşı ki varsan. Yaxşı ki varsan. Hələlik. Hələlik. Nə olub Əsmər sənə? Hə? Sözdə də mi oxşayırsan? Hə. Əslində sənə deyəcək vacib bir məsələ var. Aha, buyur, eşidirəm. Biz Hikmətlə münasibətlərimizi rəsmiləşdirmək istəyirik. Doğrudan? Nə yaxşı Əsmər. Sevindim. Çox düzgün seçim eləmisən Əsmər. Ciddisən? Hə, əlbəttə. Hikmət yaxşı oğlandır, mədənidir. Bax, sən bundan qabaq Elnurla nişanlananda mən narazı idim. Demişdim də sənə. Amma hiss olunur ki, Hikmət elə deyil. Hiss olunur ki, alicənabdır, tərbiyəlidir. Düz eləmisən. Həm də rəsmiləşdirməyimiz yaxşıdır. Baxma da nə qədər olmasa söz-söhbət yaranır. Neynəsən də? Hə, orası elədir, düzdür. Əslində bax, fikrimdə qərarlı idim. İstədim ki, səninlə məsləhətləşim, sənin də fikrini öyrənim. Sən də belə deyirsənsə, deməli düzgün qərar vermişəm. Biraz da məni ürəkləndirdin. Xoşbəxt ol Əsmər. Çox xoşbəxt ol. Çox sağ ol. Həm də ona görə çox sağ ol ki, çətin günlərimdə yanımda oldun. İnanırsan, mən ömrümün axırınacan neynəsəm də sənin xəcalətindən çıxa bilmərəm. Yaxşı da Əsmər. Belə şeylər danışma. Heç kim heç kimə borclu deyil. Rahat ol. Yaxşı, çıxım yuxarı, sənə də mane olmayayım.
Get Əsmər, get. Bircə ərə get, düş yaxamızdan. Bezmişəm hər şeydən. Ayaz, sənə sözüm var. Nə söz, nə olur? İndi mən sənə bir şey göstərəcəm. Bax gör nədir. Nədir ki? Göstər görüm. Al. Al bax gör nədir bu. Mənə dedi. Ana, bu səndə hardandır? O zəhrim hardandır, hə? Ana, söz soruşuram. Hardandır səndə bu? Desəm inanacaqsan. Ana, hə, inanacağam. Nə gəzir səndə bu? Ayaz, bayaq Rasim onu həyətdə gizlətdi. Mən də pəncərədən gördüm. Sonra aranı sakitliyə salıb gedib çıxartdım, gizlətdim. Dedim sən gələndə sənə göstərim, baxıb görəsən nədir. Həm də bilərsən ki, sən bu evdə kimi saxlayırsan. Niyə susursan Ayaz? Hə? Heç nə eləməyəcəksən? Ana, dayan, görüm, fikirləşirəm. Ayaz, eşitdin? Sən atımın ruhuna and verdin ha. Bilirsən ki, dedim eləyəcəm. Ana, bir dəqiqə dayan, imkan ver. İmkan ver. Nə imkan verim Ayaz? Nə imkan verim? Sən elə həmişə belə edirsən. Ya sən bu saat o zirzibili, tör-töküntünü, oğlu banditi mənim evimdən rədd edirsən, ya da mən nə istəyirəm onu da eləyəcəm. Ana, yaxşı bir dəqiqə imkan ver, fikirləşim. Görüm nə edirəm. Nə fikirləşəcəksən, hə? Nə fikirləşəcəksən Ayaz? Nə eləyəcəksən? Bu dəfə hər şey başqa cür olacaq. Hər şey başqa cür olacaq. Mən bu məsələni belə qoymayacağam. Nə eləyəcəksən Ayaz? Görəcəksən. Rasim, Naz, Rasim. hanı zəhrim var? Nə? Ağzını partlatacağım indi, hanı zəhrim var? Nə, Rasim, nədən danışırsan? Ay qız, özümü gicliyə qoyma, vurub əngimi dağıdacağım. Hara qoyumsan, özün yaxşı bilirsən. Ay Rasim, valla mən bilmirəm sən nədən danışırsan. O adam gəlib, bu dəqiqə o şeyi istəyir. Əgər verməzsən, qırğın düşəcək. Özün də yaxşı bilirsən ki, bu adamlarla zarafat eləmək olmaz. Haradadır? Rasim, bilmirəm sən nədən danışırsan. Qolum ağrıdır, Burak neynirsən? Evi başıma uçatacağım sənin. Getir ezibili. Bilmirəm nədən danışırsan. Hayır, yalan danışma sənə deyirəm. Getir. Mən görürəm. Qızdan nəsə. Ayaz,
Sənə dəxli yoxdur. Arvadım da özüm bilərəm. Çıxma elə. Rasim, sana lazım olan şey məndədir. Rasim, bu dəfə yaman ilişimsən. Bir sikə. Heç kim məni ilişdirə bilməz. Axtardığım məndədir. Qızı boş yerə incitmə. Necə yəni? Məndədir. Məndədir də. Axtardığın o şey məndədir. Sən vermisən az. Rasim, mən verməmişəm, mənim xəbərim yoxdur. Valla Rasim, mən verməmişəm. Dedim ki məndədir. Özüm tapmışam. Sən özünü nə hesab edirsən, ha? Sən mənim evimi, mənim həyətimi nə hesab edirsən, ha? Nədir bura sənin üçün? Rasim, səndən söz soruşuram. Sən kimsən? Kimsən sən? Sən kimsən ki mənim evimə, mənim həyətimə öz cibini gətirirsən, ha? Elif sala şaka. Kimsən sən? Qışqırma. Ne eləmişəm, əcəb eləmişəm. Əlimi sindən gəlir. Sonra ne evimi salmışsan, ha? Evi var bunun. Sənin evin qədər mənim də evimdir. Bildin? Səsi də başıma atma. Gətir mənə lazım olanı ver. İşim var. Ləngitmə məni, tez elə. Rasim, bax bura qədər. Neynəmsən, nə oyun çıxarmısan? Susmuşam, danışmamışam. Bilirsən niyə? Deyirdim, böyük qardaşımsan. Deyirdim, sənə qarşı çox haqsızlıqlar olub. İstəyirdim, onların heç olmasa bir hissəsini, heç olmasa bir hissəsinin əvəzini ödəyim. Amma gördüm ki, anam haqlıymış. Anam haqlıymış. Mənsə onu sizə görə, sənə görə, mən onu nə qədər incitmişəm, nə qədər acılamışam onu. Amma indi utanıram. Doğrudan utanıram. Bilirsən niyə? Yenə mən səhv çıxdım. Anam yenə haqlıymış. Nədə haqlıymış anam? Ha? Ayaz. Nədə? Körpə uşağı bayratmaq ilə haqlıydı sən anan. Lazım bura bu nağıllardan keçmir. Başqa nağıl uydurmağa da ehtiyac yoxdur. Hər şey göz qabağında. Heyf. Doğrudan heyf. Mənim sənə qarşı münasibətim başqaydı. Hamısı vurdun yerə. Mənim böyük qardaşa ehtiyacım vardı. Ondan dərdləşmək istirdim, ondan fikirlərimi bölüşmək istirdim. Ondan hər şeyimi bölüşmək istirdim, danışmaq istirdim. Ürəyimi ondan boşaltmaq istirdim, amma sənin kimi şərəfsizə, sənin kimi alçağa ehtiyacım yox. Bura bax. Desən çaşırsan ha. Ağzının danışığına fikir ver, bildin? Şərəfsiz də varsan, alçaq da varsan. Eşitdin? Neyniyəcəksən ki? Hı? Əlimdə sən Rasim. Əlimdə sən. Qorxdum Ayaz gəlir üstümə. Mənim adım Rasimdir. Heç kim mənə heç nə deyə bilməz. Heç nə. Əgər polis çağırıb sənə tutturmaqmı? Heç nə hesab edirsənsə daha sözüm yoxdur sənə. Ayaz qardaş, qurban olum. Sən Rasimə fikir vermə. Elə şey eləmə, qurban olum. Elə şey eləmə, Rasim, elə şey eləmə. saçdı. Uşağımıza yazığın gəlsin, sənə qurban olaram, eləmə. Mənə yazsın. Sen değil. Bir bu kalmıştı, yalvara sana yaza.
Onsuz da bizdə heç nə alınmır. Nədir məqsədin, nə istəyirsən? Deməli belə. Ya mən indi zəng eləyirəm. Polisi çağırıram bura. Ya da ki, Nə? Ya da ki, nə? Sözümü de. ya da ki... Götürürsən kağız qələmi. Yazırsan ki... yazırsan ki... Mənim bu evdə heç bir haqqım, hüququm yoxdur. Vərəsəlikdən imtina edirəm. Heç nə istəmirəm. Özün də rədd olub çıxıb gedirsən mənim evimdən. Bir də gözüm səni bu tərəfdə görməsin. Rasim, sənə qurban olum Rasim. Başıma dolanaram Rasim, götür qol çək. Nə deyir, yaz qol çək. Qurban olaram ay Rasim sənə. Rasim, başıma dolanım. Balamızın xətrinə, nə olar Rasim. Sakit dur. Sən sibirlərindir bunlar hamısı. Rasim, qurban olum, inat eləmə, mən dözümüm yoxdur. Başa düşürsən, türmələrdən bezmişəm, mən məhkəmələrdən bezmişəm. Nə olar, xahiş edirəm, türmələrə getmək istəmirəm Rasim. Nə olar, çək qol, yaz nə istəyir, yaz qol, çək, çıxaq gedək. Nə olar, Rasim. Bax belə mənim əziz qardaşım. İndi şələ-küləvi yığ, rədd ol, get mənim evimdən. Rasim, gedirsən? İlahə, gedirsən? İlaşqa. Sizə demişdim. Demişdim sizə. İnanmırdınız da mənə. Sizə demişdim, sizi iti qovan kimi qovacam buradan. Gördünüz? İt kimi qovuldunuz. Unutmayın, özgə atına minən tez düşər, tez. İndi də çıxın yuxarı, yığışdırın zirzibillərimizi. Rədd olun, çıxın gedin mənim evimdən. Rədd olun. Getməmişdən qabaq bura bir tarix də var. Götür.
Sevda! 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 Rasim, ne olur? Şimdi de Sevda'dan kömek isteyeceksin ha? Al bakayım. Aysel, bura qədər dediyim başa düşmədiniz. Amma bundan sonra həqiqətən bütün söz-söhbətlərə son qoyursunuz. Mən bilirəm nə edirəm. Siz hər şey, bax bunlar hamısı bekarçılıqdandır. Səni də anamı da işə düzəldəcəm. Gedəs işə başınız qarışsın. Görüb işdən yorğun, arğın gələndə bu dedikodulara vaxtınız olacaq ya yox. İş hə? Ha iş, Başqasının işləri. başqasının işləri. Sənin işlərinə kim baxacaq görəsən? Sən mənim qardaşımsan, sən bir dənə barmağın cızılsa mən narahat oluram. Aysel, bəsdir. Bu süni sözlərə ehtiyac yoxdur, bəsdir. Da qurtardıq da. Hə, bir də onu bilin. Mən Əsmərlə nikaha girirəm. Evlənəcəm onunla. Biz artıq hər şeyi danışmışıq, razılaşmışıq. Başa düşmədim, nikah deyəndə nə mənada deyirsən, nikah? Nikah da nikah. Yəni, iki nəfərin arasında danışılıq olur, bir-birlərini sevirlər, ailə qurmaq istəyəndə gedirlər sənədə qol çəkib imza atırlar, olurlar ailə. Dolamısan məni, dəlisən, nikah nədir? Yo, mən səni dolamamışam. Mən səndən tam ciddiyəm. Və bu ciddiliyi də sən də anan da qəbul edin. Artıq sakit olun, rahat oturun evinizdə, işinizdə. Mən fikrimdən dönən deyiləm, mən sevirəm onu. Ailə quracağım, bəsdim də onu da qəbul edin. Qız nikah? Nikah necə olacaq? Nikahı yarımçıq qoydun, elə? Tonla. Amma necə verəcəm, dəli olar. Nə nigarı? Nigar kimdir? Mən heç qızı tanımıram da, tanımaq da istəmirəm. Bunu 150 min dəfə danışmışıq. Eynən hər dəfədə qaytarırsan. Mən nə qədər bu sözü mən deyə bilərəm. Məsələnin ciddiliyini qəbul elə. Hə, yeri gəlmişkən anam ana. Yox deyir də. Yox. Ay sağ ol. Anam gələndə də bütün dediklərimi danışarsan ona. Məsələnin nə dərəcə ciddi olduğunu qoy bilsin. Bir də o söhbətlərə biz qayıtmayaq. Dayı qəbul eləyin də. Qəbul eləyin, rahat oturun, sakit bilin nədir, nədir. Yaxşı? Bu qədər. Nə? Bir də gidiyor ne? Nasıl? Allah. Sevda! Sevda! Ne oldu Rasim? Gel diyeceğim ne oldu. Ne olur? Niyə yığışmısınız bura? Heç nə Sevda, heç nə. Təntənəli surətdə bax Rasimgili yola salarım. Deyirəm amma heç yaxşı olmadı. Əvvəldən bilsəydim, qəşəng belə bir aş bişirərdim. Yeyərdik, sonra gedərdik. Gül, gül. Gül cənnət. Axırda görəcəyik kim gülür, kim ağlayır. Sən darıxma. Ayaz. Nədir? Necə fikirləşirsən? Hə? Necə olacaq? Nə olub axı burada? Sevda. Biz gedirik. Sən necə deyərlər? Haqqımı halal elə. Çünki bu evdə yeganə düzgün, dürüst adam sənsən. Bütün xoşbəxtliklərə də layiqsən. Amma bu evdə yox. Rasim, Sözümü kəsmə! Rasim. Narahat olma, deyim gedirəm. Deməli belə Sevda. Sən bu evdə nə baş verirsə, bütün düzgün olanları bilməlisən. Daha bəsdə aldandın. Rasim tez ol de uzatma tez ol. Deyəcəm, Rasim yeme. deyəcəm. Rasim kurban ol benim. Bir dəqiqə də sakit dur da. Rasim yeme.
Ha, Ayaz. Diyeyim de ha? Bence senin sevdanı anlatmağın elə en büyük əxlaqsızlıqdır. Ha kardeşim? Sevda. Başta bilirəm. Ürəyin qırılacaq. Ama demeliyəm. Bəsdir sən anlattılar. Sen her şeyi bilməlisən. Mən bu insanlar kimi ikiyüzlü şərəfsiz deyiləm. Rasim, sözün var danış. Yoksa cehennem ol çık git buradan. Redd ol. Əvvəlcə sənin cənnətini cəhənnəmə çevirib sonra gedəcəm. Mən kişiyəm sözü birbaşa özə deyirəm. Rasim bəs tutalım. Nəyi qutarım hə? Hə? Sevda deməli belə. Sənin bu rəfiqən var ha. Əsmər, ürək dostu. Hansı ki ona qucaq açdın. Sığınacaq verdin ona. Hər şeylə təmin elədin. Həmin o Əsmərin uşağı var ha, oğlu. Eldar. Rasim. Hə. Bax o Eldarın atası sənin ərin Ayazdır. Səni elə gözəl tanıyıram ki. Elə gözəl tanıyıram ki səni. Heç nə deməsən də hər şeyi bilirəm. Getmə Sevda. Nifrət eləyirəm sənə Ayaz. Sənə də. Əsmərə də. Hər kəsə nifrət eləyirəm. Mən sizi bağışlamayacağım.